müayinə olunub, düzgün müalicə aparılmalıdır ki, son vaxtlar məndən soruşurlar, xayaların kiçik olması problemdir. Onu demək istəyirəm ki, hər iki xaya, həm sağ, həm də sol xaya. Son vaxtlar məndən soruşurlar, xayaların kiçik olması problemdir. Ümumiyyətlə, xayalar kişilərin əsas sidik cinsiyyət orqanı olmaqla çox mühüm funksiya icra edir və xayalar xayalıqda yerləşir və cüt orqandır. Burada sol xaya sağ xayadan biraz aşağıda yerləşə bilər və xaya ölçüləri normada anatomik ölçülərə, deməli, quruluşa malik orqan olduğuna görə onun ölçüləri bəzən normadan az ola bilər. Amma bu o demək deyil ki, ciddi bir patologiya var. Yetər ki, hər iki xaya xayalıqda olsun və öz funksiyasını normal düzgün icra eləsin. Amma bəzi hallarda xayanın həddən artıq kiçik olması hallarına rast gəlirik ki, bu da xayaların hipoplaziyasıdır ki, bu adətən anadan gəlmə olur və bu proses adətən anadan gəlmə baş verdikdə bunun vaxtında qarşısı alınmaq üçün mütləq uroloqa müraciət etmək lazımdır. Burada da xayanın ölçülərinin bir tərəfli, iki tərəfli kiçik olmasından gedir söhbət. Bir tərəfli olduqda gələcəkdə heç bir problem yaranmaya bilər. Yəni ki, həmin şəxs fertillik qabiliyyətini saxlayır, amma çox təəssüf ki, xaya ölçülərinin ikisi də iki tərəfli hipoplaziyaya uğradıqda bu zaman artıq həmin şəxsin, həmin uşağın gələcəkdə deməli, döl yaratma qabiliyyətinin olmaması ortaya çıxır. Məhz buna görə də çalışmaq lazımdır ki, xaya ölçüləri normada olsun və bunun üçün anadan gəlmə, əgər belə bir hal müşahidə olunduqda, bu mütləq uroloq tərəfindən müayinə olunub, düzgün müalicə aparılmalıdır ki, həmin uşaqda iki tərəfli xaya, deməli, hipoplaziyası müşahidə olunmasın. Bu nöqteyi nəzərdən fertillik qabiliyyətinin olması hər bir kişi üçün vacibdir və bunun da başlanğıcı uşaq devrindən başlayır. Yəni, uşaq anadan olduqda artıq oğlan uşağı və qız uşağında təbii ki, sidik cinsiyyət sistemi formalaşmağa başlayır və oğlanlarda bu xaya ölçüsünün mühüm əhəmiyyət kəsb etməsi məhz onların gələcəkdə fertillik qabiliyyəti ilə və ata olmaq qabiliyyəti ilə əlaqədardır. Bəzən xayanın ölçülərinin fərqli olmasını bəzi bizim şəxslər elə başa düşürlər ki, sağ xaya və yaxud sol xayanın ölçüsünün fərqli olması bu gələcəkdə oğlan və yaxud da ki, qız uşağın olması ilə əlaqədardır. Bu tamamilə mifdir. Yəni ki, hər iki xayanın eyni funksiyanı yerinə yetirir və bu əsas funksiyası testosteron, deməli, ifraz eləmək və eyni zamanda gələcəkdə bu spermanın, deməli, fertillik qabiliyyətinə malik olmasıdır ki, bu iki funksiyanın ikisini də məhz hər iki xaya icra edir. Amma hansı övladın dünyaya gəlməsi təbii ki, bu Allah Taala'nın işidir və biz ona qarışa bilmərik. Onu demək istəyirəm ki, hər iki xaya həm sağ, həm də sol xaya mühüm əhəmiyyət kəsb edir və hər ikisinin funksiyası demək olar ki, eynidir. Bəzən xayalardan biri öz funksiyasını icra etmədikdə belə, yəni ki, hər hansı bir problemi olduqda və yaxud tamamilə öz funksiyasını itirdikdə, digər xaya onun funksiyasını özlərini getirərək fertillik qabiliyyətini yerinə yetirə bilər. Amma hər iki xayada problem olduqda, onda artıq fertillik mümkün olmur, yəni gələcəkdə həmin şəxsin valideyn olmaq şansı olmur. Bayaq dediyim kimi, xayanın xayalıqda olmaması və xayalıqda xayanın birinin digərindən tamamilə kiçik olması və yaxud da ki, funksiyasını normal icra etməməsi bu ciddi bir problemdir və bunun da qarşısını uşaq vaxtı almaq lazımdır ki, gələcəkdə həmin şəxsin fertilliklə bağlı problemi olmasın.